Şimdi biz yani indi rakiplerimizi analizden edeceğiz. Yani dediğimiz gibi Karabağ Sabah Sire arasında tamam. Rakipleri yok. Özden analiz edeceğiz. Aha. Başlayalım. Sabah Futbol Klubu'ndan ben o klubu azır köşeyəm. Sabah Futbol Klubu texniki cəhətdə Sabah Futbol Klubu oyunu ciddi yanaşır. Taktiki disiplin və sürətli hücum önəm verir. Müəyyən oyunlarda hücum xətti daha yaradıcı və sürətli oyun ilə keçir. Sadə müdafiədə zəif məqamlar müşahidə olunur. Müşahidə olduğu göre ikinci Karabağ Futbol Klubu. Azərbaycan futbolu en güçlü təcrübəli komandalarından biridir. Orta Avrupa'da yaralarında çıxış edir və onunla çempionatda dominatikdir. Azərbaycan futboluna yeni və prestijli komandadır. Komanda inkişaf mərhələləri əsasən gənc oyunculara şans verir. Hələ tam Azər formalaşmasa da gələcəkdə daha güclü olacağı gözlənilir. Zira Futbol Klubu stabil və rəqabətli davamlı komandadır. Çempionatda da orta mövqedə yer alır və balanslı müdafiə hücum xətti ilə tanınır. Məşqçi heyətin taktiki yanaşması komandaya rəqabətli gücü qazandırır. Şimdi mən deyirəm sizə Qarabağın keçmək şansı Linfeldlə yəni Şelburun oynayacaq. Onun keçmək şansı Qarabağ yəni %'dan deyək də 70-80%. Sabahın isə 70-75 şansı var. Zira isə 40% var. Çünki Hayduk hələ bir futbol klubudur. Yəni oğlu güclü ki, yəni Hayduk. Yəni bazarmaq, yəni ne diyeyim ki. Ama yine oğulları atılıyor. Onu diyeyim size. Hayduk'un yerine şeyini diyeyim size. Hamazin. Əsasən 4-3-3 və 4-2-3-1 sistemlə oynayan yüksək pres və sürətli keçirlərə üstünlük verən bir komandadır. Baş məqsəd Gennaro Gattuso ilə birlikdə komanda fizik və texnika intizam baxımından inkişaf edir. Bu hücum əsas bildiri Marco Livanç'dır. O həm gol vurduqda, həm də hücumu yönləndirir. Vacib rol oynayır. Yani kesme şansı sürəni ne dediğim %'den dediğim ki 40-45% demiyorlar. Çünkü Zira indi hələ bir hazırlaşmalıdır ki bacarmaq kimi yəni hazırlaşmaq. Sabahın da indi bir daha oxuyaq sizin için Dıkıcı bildiğimiz kimi ayrılığı olub. İndi isə deyirəm sizə. Dıkıcı Slovenya Prava Liqasının vidalı komandalardan biridir. Komanda 2004-2005 mövsümə əsasən 4-3-3 taktikası ilə çıxış edir və sürətli keçid oyununa həmçinin orta sahada təzyiqə əsaslanan sistemə üstünlük verir. Xüsusilə ev oyunlarında daha dominatik çıxış edirlər və azərkeş dəstəyi ilə temp atmağa çalışırlar. Sabahın yəni keçmə şansı 70-75 Araz Naxçıvanın
Aris Futbol Klubu adətən hücum futbolunu sevən bir komandadır kimi tanınır. Komandanın oyun quruluşu və sürətli cinah hücumlarına və texnikalı yarım müdafiəçilərlə əsaslanan olur. Son illərdə klub Avropa səviyyəsində daha rəqabətli olmaq üçün transferlərə və məqsədi heyətində ciddi investasiyalar edib. Qarabağ Linfeld arazisi var. 70-80% kesmə şansı var. İndi Şelburunla Linfeld, yəni Şelburunla Linfeld deyəcəm. Şelburun futbol klubu İrlandiya Dublin şəhərindən olandır. Şelburun münasib və zona oyununa əsaslanan balanslı futbol sərgiləyən komandadır. Komanda müdafiə nizamlı oynamağı və sürətli əks hücumlara üstünlük verir. Son illərdə gənc oyuncuları və inkişaf daha çox diqqət yetirirlər. Linfeld Futbol Klubu. Linfeld Futbol Klubu adətən romantik və hücumları yönəmli oyun üsulları ilə malikdir. Komanda yerli rəqabətləri ilə qarşı yüksək pressing və topa nəzarətlə oynamağa çalışırlar. Həm yerli oyunculardan, həm də xarici transferlə güclü heyət qururlar. İndi Qarabağın keçmiş savaşı 85, mən indi dəqiq deyirəm, Sabah 70-75, Zirə 40-45, Araznaxçıvan 80-87. İndi bu, yəni bildiyimiz kimi, siz də şərhlə yorumlar yazın. Belə videolar, yəni görmək istəyirsə abunə olun. Sabah da bəlkə neysə analiz desəm əlimi olar. Yəni analizlər olsa, yəni taktiklər, taktiklərlə, yəni bildiyimiz kimi Zirə rəqibi Henik Haydukspil 4-3-3 və 4-2-3-1 oyun. Yəni bu Zirə keçməyi biraz şansı var da, yəni şans var. Nıkı Zerjan'da şansı var. Nıkı Zerjan, yəni ne şansı var da, yəni kesməyə oldu Sabaha, amma Sabaha yenə uğurlar. Qarabağ uğurlar, Sabaha da uğurlar, Zirəyə də uğurlar, Araznaxçıvana da uğurlar. Nıkı Zerjan, yəni də bildiyimiz kimi Premier League kandidalı komandalardan biridir. O komanda 2004-2005 əsasən, o əsasən 4-3 taktiklə ilə çıxış edir. Və çox sürətli ilə. Yəni Çempionlar Liqasına Qarabağ düşsəydi, yəni çox yaxşı olardı. O da onlara razı edirəm. Sabahı inanıram, yəni mən sabahlıyam. Bildiyiniz kimi Sabah klubu dəstəkləyirəm. Sabah klubuna da uğurlar, Zirəyə də uğurlar, Araznaxçıvana da uğurlar. Sizə biz qəşəngsiniz, siz qəşəng oynayırsınız. Liqada gördüyümüz kimi, yəni bunlar bacarırlar, hər şey. Yəni edirlər. Sabah da güclü oynayır. Nefsini oynayır. Turan Tovuz da oyunlar. Hər bir pressing göstərdi ki, Turan Tovuz bacarmadı o pressingle. Başa düşürsünüz. Yəni o pressingle bacara bildi, yəni Turan Tovuz. Həm Neftçi ilə Azərbaycan kubokunda oynadığındakı pressing hələ bir Sabahda var ki, onunla bacara bilmir Neftçidə, yəni. Zirənin də yəni pressingi var, yəni. Həm orta sahadan, həm ya tam arxaya keçir, ya mərkəzə keçir, ya çox, yəni rəqibləri aldatmağa, yəni yaxşı. O vaxt da yadımıza gəlirsə 3-2 udmuşdu anladı Zirə Qarabağı. Amma 2-0 qabaqda Zirə deyirəm, Qarabağ 2-0 qabaqda 3-2 Zirə əliyir. Yəni bu, yəni təsdifatlara, yəni yol kimi, yəni ne deyim sizə, yəni
yani bir yavaş yani qaşang kimi yani yol getdilər də. Yəni 4 dənə kluba da arzulayıram. Bunlar yani bizim həmişə yani biz uğurlar arzulayırıq. Biz həmişə onu dəstəkləyəcəyik. Həmişə yani onu dəstəkləyəcəyik. Bəlkə dostlar 1-2 gün qalmış belə Sabahın oyunu yəni belki analiz edeceğim Sabahın yani biraz yani yaxşı analiz. Yani bunlar yani yani 4 tane kluba okurlar. Yani klubumuzda Toronto'muz yani bildiğimiz kimi. Yani bu il Avrupa Kuboklarına düşmedi. Neftçi de düşemedi. Yani bu hala bir Neftçi için biraz pisti yani. Niye düşebilmedi ama yani 9'dan qalxdı 6'ya. Yani Samir Abbasov gələndən sonra komanda hələ bir değişti ki yani Neftçidən. Bildiğiniz gördünüz belki de sizde yani tam arka müdafiə değişti. Müdafiəçilər belə gəldi. Pressing eləyə bildilər. Yəni pressingin yaxşı elədilər. Tam arxaya çəkilirdilər, ortaya çəkilirdilər. Yəni rəqibə hələ anladırdılar ki, yəni qəşəng ya, qəşəng. Yəni biz Qarabağla Sabaha da, Zirəyə də Arazaqsı var. Yani Arazaqsı bildiğimiz kimi Arazaqsı var rəqibi. Yəni biraz yəni Arazaqsı asan da ola bilər. Yəni asan da ola bilər. Yəni Qarabağlar Sabaha da, Zirəyə də. Yani Şampiyonlar Ligası bildiğimiz kimi yani həmişədəki kimi çətin. Yani əgər yəni güclü yəni şəkildə Qarabağ gəlsə, oynayışı yaxşı olsa, mən sizə təsdiqatlarda yaxşı oynasa düşə bilər. Linfield bildiğimiz kimi Qarabağa tanışdı. Çünki 2019'da Avropa Ligası ile playoff'da onu keçdilər və Avropa Ligası vəsiqə kazandılar. Yəni hamı oğullar Qarabağa, Sabaha da, Zirəyə də, Araza da, Neftçiyə də, Turana da. Bizim Azərbaycanda klublar var. Onu da oxurlar. Yani onlar da çalışarlar, yani düşərlər ligaya bildiğimiz kimi. Yani ola bilər bəlkə Qarabağın ya Sabahın oyunu canlı vereyim. Yani sabah iyul 10 olacaq oyunu. Bəlkə ola bilər onu canlı vereyim. Amma yoxdur yani yüzdən yəni 30% faizlərində yani. Çünki hələ bir çətindir ki örnək vermək. Yani çətindir. Amma siz belə videolar görmək istəyirsə abunə olun və like atmağı unutmayın. Qarabağ Şampiyonlar Ligasında yani düşmə faizi 30-35, Sabahın 20-30-31 saat, Zirə 39-40 faiz, Arazaqçılar 50-50. Hani belə videolar görmək istəyirsə abunə olun, like atmağı unutmayın. Abunə olmağı, like atmağı unutmayın. Sağ olun, salamat qalın. Böyle videolar görmək istəyirsə like atın, abunə olmağı və like atmağı unutmayın. Sağ olun, salamat qalın.